Tenderyard platformasında qeydiyyatdan keçmək üçün təlimat videosu. İlk öncə yuxarı sağ küncdə olan qeydiyyat butonuna tıklayırıq. Daha sonra qeydiyyatdan keçin butonuna klikləyirik. Fiziki şəxs kimi qeydiyyat etmək istəyirsinizsə, fiziki şəxs butonuna klik edirik. Ad və soyad xanasını doldurub, e-post və ya telefon nömrəmizi daxil edirik. Daha sonra yeni şifrə təyin edib və şifrənin təkrarını qeyd edirik. İrəli düyməsini sıxdıqda telefon nömrəmizə və ya e-post ünvanımıza gələn kodu daxil edirik. Və budur, qeydiyyat tamamlandı. İndi isə fərdi sahibkar və hüquqi şəxs kimi qeydiyyatdan keçmək prosesinə nəzər salaq. Burada e-post adresimizi və ya telefon nömrəmizi qeyd edirik. Nömrəmizə və ya e-post ünvanımıza gələn kodu daxil edirik. Daha sonra isə şifrə təyin edib və şifrənin təkrarını qeyd edirik. Və budur, qeydiyyat tamamlandı.